ABŞ-ın New Mexico ştatının hüquq mühafizə orqanları əvvəllər qalmaqallı maliyyəçi Jeffrey Epsteinə məxsus olmuş fermanın ərazisində axtarışlara başlayıb. Lentas xarici mediaya istinadla bildirir ki, araşdırma ötən həftə yenidən başladılıb. Prokurorların sözlərinə görə əvvəllər məxfi saxlanılan FTB sənədlərində ortaya çıxan yeni məlumatlar əlavə araşdırma aparılmasını tələb edir. Ferma New Mexico ştatının paytaxtı Santa Fe-dən təxminən 50 km cənubda yerləşir. İş ilk dəfə 2019-cu ildə New York federal prokurorlarının müraciət əsasında bağlanıb. 2025-ci ilin yanvarında isə New Mexico qanunvericiləri xüsusi komissiya yaradaraq araşdırmanın yenidən aparılmasına qərar veriblər. Məqsəd fermanın cinsi zorakılıq və insan alveri fəaliyyətinə yardım üçün istifadə edilib-edilmədiyini müəyyənləşdirməkdir. İddialara görə Epstein öz şəxsi təyyarəsi ilə yetkinlik yaşına çatmayan qızları həmin əraziyə aparıb.